Təsəvvür et ki, yeni bir qayda tətbiq olunur. Sosial şəbəkədə kosmetologiya, tibb, psixologiya və ya təhsil mövzularında danışmaq istəyirsənsə, bunu sübut edən rəsmi ixtisasın olmalıdır. Yoxdursa, sadəcə bu mövzular haqqında ekspert kimi danışa bilməzsən. Çində artıq bu istiqamətdə ciddi nəzarət mexanizmləri tətbiq olunmağa başlayıb. 2025-ci ildən etibarən əsas platformalar istifadəçilərin paylaşdıqları məlumatların peşəkar əsasını yoxlamağa daha sərt yanaşır. Qaydalara əməl olunmadıqda kontent silinir, hesab məhdudlaşdırılır, hətta ciddi maliyyə cərimələri tətbiq oluna bilər. Üstəlik məsuliyyət təkcə istifadəçinin yox, platformanın öz üzərinə də düşür. Nəticədə hər kəs hər mövzuda özünü ekspert kimi aparıb məsləhət vermir. Məsələn, psixologiya təhsili olmayan biri insanların emosional problemlərinə yön verməyə, memarlıq biliyi olmayan biri tikinti və təhlükəsizlik barədə dəqiq məsləhətlər verməyə daha ehtiyatla yanaşır. Bəs belə bir sistem Azərbaycanda tətbiq olunsa, özünü ekspert kimi təqdim edib insanları yanlış yönləndirənlərin qarşısını ala bilərmi?